Salam dəyərli abituriyentlər, hər birinizi xoş gördük. Ümid edirəm ki, yaxşısınız. Mən sizin riyaziyyat müəlliminiz Dövran Cəfərov. Bu gün sizlərə qəbula düşmə ehtimalı çox yüksək olan bir sual izahını verəcəm. Təbii ki, söhbət çoxbucaqlı, dördbucaqlılara aid bir misal izahından gedir. Və yadınızda saxlayın, burada biz bir neçə qayda öyrənəcəyik ki, həminki qaydalar bu tipli və buna bənzər bəzi sualların təbii ki, həllində də sizə köməklik göstərəcək. Ona görə götürürsünüz, qaydaların hər birini bir-bir qeyd edirsiniz. Biz isə keçək misalı oxumağa. ABCD düzbucaqlısında OCD bərabərdir 60 dərəcə. Baxın, burada da qeyd olunub. OCD bərabərdir 60 dərəcə. BY perpendikulyardır AC-yə, həminki təbii şərtimiz də qeyd olunubdur. OY isə bərabər 4 sm olarsa, AC diaqonalını tapın. İlk qaydamız nə olacaq? Yadınızda saxlayın. Düzbucaqlılarda, kvadratda, bu iki fiqurda diaqonallar bir-birinə bərabər olur. Yəni AC diaqonalı bərabərdir BD diaqonalına. AC diaqonalına D1 desək, bu zaman D1 bərabər olur D2-yə. Bu birinci qaydamızdır. İkinci qaydamız nə olacaq? Baxın, bizim bu O nöqtəmiz AC və BD diaqonallarını 2 bərabər hissəyə bölür. Yəni buna bir mən X desəm, buna hər biri nə olur? Baxın, X olmuş olur. Yəni BO, OC, AO, OD nə olur bizdə? X olur. Bu ikinci qaydamızdır. Üçüncü əsas qayda nədir bizdə? Burada dərəcələrin təyin olunmasıdır ki, gəlin dərəcələri təyin edək. Baxın, ilk olaraq başlayıram ACD düzbucaqlı üçbucağından. C 60 dərəcədirsə, bu zaman A avtomatik neçə olur? Olur 30 dərəcə. Bu zaman ABY üçbucağında, baxın buradakı ABY üçbucağında A-nın dərəcəsi olacaq 60 dərəcə. B-nin dərəcəsi olacaq 30 dərəcə. Bunu qeyd etdik. İkinci bir məsələ. Baxın, bizdə bu 60 dərəcədirsə C bucağı. Geriyə qalan isə neçə olur? 30 dərəcə. Biz nə demişdik? OC bərabərdir BO-ya. O zaman, baxın, bu B bucağı da 30 dərəcə olmuş olur. 30-u qeyd etdik, 30-u qeyd etdik. Bu zaman, həmişə bizim B bucağımız düzbucaqlıda 90 dərəcəyə bərabərdirsə, geriyə qalan hissə, baxın, geriyə qalan bu hissə bizdə neçə olacaq? Təbii ki, bu da olacaq 30 dərəcə. Bunu qeyd etdik. Dərəcələri tapdıq. Hətta götürüb bura biz 60 dərəcəni qeyd edə bilərik. İkinci bir məsələ nədir? 30 dərəcənin qarşısında olan tərəf hipotenuzun yarısına bərabərdir. Yəni, OY 4 cm-dirsə, 30 dərəcənin qarşısındakı tərəf. Bu zaman, Y-nin qarşısında olan, bu 90 dərəcənin qarşısında olan OB olacaq 4 vur 2, 8 cm. X 8-dirsə, o zaman bütün X-lər neçə olur? 8 olur. Baxın, bu da 8 olur, burada 8 olur, burada 8 olur. Bizdən nə istəyirdi? AC-ni istəyirdi. O zaman biz A10-un üzərinə OC-ni gələcək. Yəni 8 üzərinə gəlsin 8-i tapacaq. O da edəcək bizdə 16 cm.